Son dövrlər paytaxtın bəzi küçə və prospektlərində avtobusların ləngiməsi, avtobuslar arası vaxt intervalının çox olması vətəndaşların narazılığına səbəb olur. Bu səbəbdən insanlar başqa nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə isə işə, dərsə və digər yerlərə zamanından gec gedirlər. Məsələyə dair nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, ictimai nəqliyyatın başlıca problemlərindən biri də xüsusilə ilin müəyyən dövrlərində isti ya da soyuq, həmçinin yağışlı, dumanlı və sair vaxtlarda ləngiməsidir. Lakin bu istiqamətdə müəyyən işlər aparılır. Avtobus parkında kifayət qədər bu işlər görə biləcək avtobus olmur. Yəni interval böyük olur. Son zamanlar Bakı şəhərinin şəhər daxili daşımalarında önəmli işlər görülməkdədir. Mən düşünürəm bu davam edəcəkdir. Ekspertin sözlərinə görə həmin proseslər xüsusilə marşrut sistemlərinin tənzimlənməsi, parklarının yenilənməsi ilə bağlı həyata keçirilir. Lakin buna paralel olmalıdır şəhər ətrafı daşımalar. Yəni Bakı şəhərin ətrafı qəsəbələrindən şəhərin mərkəzinə doğru insanların daşınması. Əsas önəmli cəhət insanların metrolara axının təmin olunmasıdır. Şəhərin daha çox mərkəzi hissələrinə bura universitetlər daxildir, məktəblər daxildir, iş yerləri daxildir və s. və bu siyahını biz daha da artıra bilərik. Ümid edirik ki, icra ediləcək müvafiq işlər bir çox vətəndaşların narazılığını aradan qaldıracaq. Yaranan problemlər öz həllini tapacaq. Zərintac Mayıs qızı, Heydər Həsənli, Missiya TV.